Rusiya və Türkiyə kimi ölkələrdə yay aylarının isti keçdiyi şəhərlərdə məktəblərdə yay tətilinin müddətini bir neçə həftə artırılması planlaşdırılır. Bu qərarın əsas məqsədi şagirdlərin sağlamlığını qorumaq və onların daha rahat bir tədris mühiti əldə etməsini təmin etməkdir. Türkiyədə xüsusilə cənub bölgələrdə, Rusiyada isə isti iqlimə malik şəhərlərdə bu dəyişikliyin tətbiq edilməsi nəzərdə tutulur. Azərbaycanın iqlimi nəzərə alındıqda yay aylarının olduqca isti keçdiyini görmək mümkündür. İyul və avqust aylarında temperaturun 40 dərəcəyə qədər qalxması xüsusilə də şagirdlər üçün əlverişsiz şərait yaradır. Son illərdə iqlim dəyişikliyi ilə bağlı havaların daha da isinməsi bir sıra ölkələri tədris müddətinə yenidən baxmağa vadar edib. Maraqlıdır, ölkəmizdə yay tətilinin müddəti artırıla bilərmi? Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov News 24 azad açıqlamasında bildirib ki, dünyanın bütün ölkələrində yay tətili uzun müddətli olur. Əvvəla belədir ki, dünyanın bütün ölkələrində təhsil sistemlərində yay tətilləri uzun müddətli olur. Demək, bu tətillərin uzun müddətli olması, yəni elə ölkələr var 2 ay civarında olur, eləsi var 3 ay civarında olur. Həftələrləndir də orada, belə deyək, 8-12 həftə. Bu da baxanda 2 ay, 3 ay eləyir və ən əsası isə biz 2004-cü ildən yarımilliyə keçdik. Bu yarımilliyə keçməyə baxmayaraq bizdə payız tətili, qış tətili, yaz tətili kifayət qədər az olur. İndi bu il baxmayın da bayramlar üst-üstə düşdü deyə 10 gün oldu və biz rubriklərə keçməyimiz daha uyğun olardı. Bu zaman ümumilikdə tədris ilinin müddəti var. Məsələn, deyək ki, ayrı-ayrı ölkələrdə tədris ilinin müddəti 36 həftə, bəzilərində isə 42 həftədir. Bizdə isə 34 həftədir. Və hal-hazırki vəziyyətdə bizim tədris ili ilə bağlı vaxtın uzadılması dəfələrlə də təklif eləmişik ki, sentyabrın 1-dən iyunun 14-nə qədər olan müddət olsun. Nəticə etibarı ilə bizdə də 10 həftəyə gəlib çıxır da bizim yay tətilimiz. Və sentyabrın 1-dən mayın 31-nə qədər olan müddət, yəni 34 həftə aktiv tədris həftələri olsun və iyunun 1-dən 14-nə o 2 həftə isə qiymətləndirmə dövrü olsun. Və belə olan halda biz, demək, bizdə olan hal-hazırda yay tətilinin 12 həftədən 10 həftəyə gəlməsinə gəlib çıxacaq. Bu da təqribən dünyanın ayrı-ayrı ölkələrlə müqayisədə orta göstəricidir. Məsələ buradadır ki, biz isti ölkələri, isti ölkə sayılırıq. Yəni bizim Türkiyə də mərkəzi aran, ayrı-ayrı bölgələrimizdə, Avqust ilə də aran bölgəmizdə istilik o qədər çətin olur ki, hətta iyunun 1-dən 14-nə qədər olan müddətdə çox çətin olur dərs keçmək.